Salam Nur üzlü Ema xanım, necəsiz? Bir ana balanın küsülü qalmasına necə baxırsınız? Valla mən pis baxa bilmərəm. Çünki kim qayğı bəslərsə öz əməyinə, özgəyə pis baxarsa o pisdir yenə. Amma burada bir sınaq gedir. İmtahan gedir. Necə yazılır? Hər dəfə deyirəm bunu. İncildə yazılır. Sanmayın, mən yer üzərinə sülh gətirməyə gəldim. Mən yer üzərinə sülh deyil, qılınc gətirməyə gəldim. Söz qılınc. Atanı oğuldan, qardaşı qardaşdan, ananı baladan, qaynananı gəlindən ayırmağa gəldim. Hər kəsin düşməni evəlli olacaq. Belə ölümə təslim etmək üçün isə qılınc lazımdır. Elə sözlə, küsülü qalmaqla da insanın dünyasını məhv etmək olur və yazılır. Sanki başımıza qəribə işlər gəlirmiş kimi sizləri sınağa çəkmək üçün bu odlu imtahanlara baxıb təəccüb etməyin. Bu imtahanları şükürlə qəbul et. Məsləhətinin şükür ya Rəbbim. Bu imtahan sənə xoş, mənə qəbul deyəcəksən qəlbində və Allah'a sığınacaqsın. Harada səhv etmişəm ki, mən bunu yaşayıram. İtiraf edirəm, məni bağışla. Və bunlar yaşanmasa peyğəmbərlərin bunların yaşanması gərəkdir deyilən yazılar bəs nə ilə öz təsdiqini tapa bilərdi? Bu yazılıb deməli, səndə evladla, başqasında ərlə, digərində gəlinlə, hər evdə var bu. Məsləhətmiş. Deyil və qəlbində etiraf et ki, harada səhv etmişəm ki, mən bunu yaşayıram. Bunun özü bir cəzadır. Həm də sınaqdır, imtahan.